Zəncan şəhərindən daxil olan məlumatlara görə etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələri nümayişçilərə qarşı birbaşa və hədəfli atəş açıb. Yerli mənbələr bildirir ki, azı 14 nəfərin cəsədi baş nahiyələrindən güllə yarası ilə xəstəxanaya gətirilib. Ölənlər arasında yaşlı qadın və gənclər var. Şahidlərin sözlərinə görə yaralılar arasında əsaya söykənərək etirazda iştirak edən qoca qadınlar və kişilər, eləcə də azyaşlı uşaqlar olub. Tibb işçiləri uşaqlarda baş, boyun və qarın nahiyələrinə çoxsaylı saçma yaraları qeydə alındığını, bəzi hallarda isə bu xəsarətlərin geri dönməz olduğunu bildiriblər. Məlumata görə təhlükəsizlik qüvvələri tibb mərkəzlərinə birbaşa müdaxilə edib, yaralıların yanında silahlı əməkdaşlar yerləşdirilib və bəzi yaralılar hərbi xəstəxanalara köçürülüb. Ailələrin öldürülən şəxslərin dəfn mərasimlərində iştirakına mane olunduğu da bildirilir. Şahidlər etirazların ikinci gecəsindən etibarən toplaşmanın ilk anlarında belə insanlara atəş açdığını deyir. Hadisələr Zəncanda etiraz edən əhaliyə qarşı sistemli və geniş miqyaslı repressiyaların həyata keçirildiyini göstərir.